birbaşa və dağıtı təsiri yoxdur. Lakin qlobal atmosfer dalğaları vasitəsilə dolayısıyla uzaq əlaqə teleconnection müəyyən təsirlər müşahidə edilir. El Niño aktivləşir, Sakit Okean qlobal sirkulyasiya dalğalanır, teleconnection Aralıq dənizi və Atlantik siklonları güclənir. Azərbaycanda anormal qış istiləri və yaz yağıntıları müşahidə edilir. El Niño dövründə Azərbaycana fərqli hava kütlələri daxil olması sürətlənir. Qışın ortasında qəfil normadan bir neçə dəfə yüksək olan isti hava dalğaları və yumşaq qış şəraiti çox vaxt bu fenomenin qlobal əks-sədası olur. Bölgəmizə təsirən Aralıq dənizi siklonlarının trayektoriyası dəyişdiyindən yaz aylarında yağıntıların paylanmasında disbalans yaranır. Bəzi dağlıq rayonlarında Abşeronda yazda anormal güclü lesanlar, mərkəzi aranda isə quraqlıq meylləri arta bilir. Mövcud elmi proqnozlara əsasən 2026-cı ilin son rübündə və 2027-ci ilin əvvəlində planetimizdə tarixin ən güclü super El Niño hadisələrindən birinin baş vermə ehtimalı olduqca yüksəkdir. El Niño